Yaxşı, biz keçən dəstə yəni murciələrdən danışanda və biz onların dəlillərinə qalıq və dedik ki, onların dəlilləri əvvəla Quran-Kərimdə onların dəlilləri budur ki, Allah Subhanahu buyurur ki, İnna Allah la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Sonra isə sonraki ayədə Qul ya ibadiyellezina asrafu ala anfusihim la taqnatu min rahmetillah inna Allah yaghfiru zunuba jami'an innahu huval ghafurur rahim. Və başqa ayədə Ulaika kataba fi qulubihim al-iman. Və başqa ayədə illə mən ukriha və qalb mutmainnun bil iman. Və başqa ayədə xatamallahu ala qulubihim. Və həmçində başqa ayələr də var, hansı ki mən xəşyər rəhməni bil ğayb və cəə bi qalbin səlim ələm yəni lillezina amanu an taxşa qulubuhum li zikrillah. Və başqa ayədə fi qulubihim maradun fazadahumullahu marada. Bu onların Quranın ayələridir. Hansı ki ayələr demək olar ki, yəni zahirən onu göstərir ki, iman qəlbdə olur. İman qəlbdə heç bir əmələ aidiyyəti yoxdur. Hansı ki, deyir ki, Allah Subhanahu şirkdən başqa hər bir günah istəsə bağışlayar və başqa ayədə Allah Taala onların qəlbində iman yazır. Və başqa ayədə o kəs ki, yəni ikrah olunsa və qəlbi mutmaindir və Allah onların qəlbinə xətm eləyib. Həmçində bu ayələr, ondan sonraki ayələr də onu göstərir ki, yəni iman, yəni qəlblə, yəni təsdiqlən. İman təkcə qəlbin iqrar olması, yəni yetər. Həmçində hədislərdə onlar gətirirlər ki, mən mətə yüşrik billah şeyən dəxilənlər. Yəni kim ölsə Allah şərik qoşsa o insan yeri cəhənnəmidir və bir məhsul deyir ki, və mən dedim ki, və kim ölsə və Allah'a şərik qoşmasa o insanın yeri, yəni cənnətlidir. Və başqa ayədə Allah Subhanahu deyir ki, əgər Adəm övladı mənə yaxınlaşsa və yer göy qədər günah eləsə, mən heç bir şey şərik qoşmasa, mən ona yer göy qədər nə edərəm? Yəni ona savab verirəm. Və başqa ayədə Peyğəmbər deyir ki, Allahumma səbbit qalbi deyir ki, Allahumma mənim qəlbimi üzərində sabit elə. Və cariyənin hədisində Peyğəmbər deyir ki, Allah da deyir ki, səmada deyir, onu azad elə, o deyir, yəni mömindir. Və başqa hədisdə Peyğəmbər deyir ki, ət-taqva həuna, yəni əlini sinəsinə deyir ki, taqva, yəni deyir buradadır. Və başqa hədislər də var, hansı ki, ləm ya'malu xeyran qat, yəni bu məşhur hədisi, şəfaət hədisidir. Və bu hədislər, bu ayələr onu göstərir ki, yəni bu murciələrin əsas deyirlər, bu ayədən, bu dəlillərdən, bu nususlardan onların istinbat elədiyi odur ki, onlar iqrar edirlər ki, əməl olmasa da olar, insan cənnətə əməlsiz də gedər, hətta heç bir xeyir etməsə də belə. Düz burada müəllif onların şərhində sələflərdən heç bir, yəni sadəcə bir-iki dəlildə İbn Teymiyədən misal gətirib və başqa, yəni bu firqələr bölməsində yazan, yəni alimlər də var, yəni müasir alimlər də var ki, həmçinin keçmiş alimlər də var. Onlar da murciələn bu dəlillərini gətiriblər. Sadəcə onlara rəddi isə, yəni bu cür başa salırlar ki, yəni o ayələr ki, hansılar ki, o imanın qəlbdə olmasını göstərir. Bu o deməkdir ki, iman yəni qəlbdə olur, o tək qəlb ona yetmir. Yəni tək qəlbin təsdiqi ona yetmir. Çünki iman qəlbdə iqrar edib, həmçində bədən üzvləri də onu təsdiqləmir. Çünki başqa hədislər, ayələr var ki, Allah Subhanahu deyir ki, məsələn, əsasən deyir ki, "Vəl asr innel insane ləfi xusr illellezine amanu və amilus salihat." Yəni o kəslər ki, iman gətirib edilər, əməl edilər. Həmçinin Kəhf surəsində ayələr var ki, Allah Subhanahu deyir ki, onlar yəni iman elədilər və əməl elədilər. Yəni bütün ayələrdə görürsən ki, əməl nə olur? İmanla, yəni bağlıdır. Həmçində, yəni Bəqərə surəsindəki Allah Subhanahu deyir ki, "İnna Allah la yudiyu imanakum." Allah Subhanahu sizin imanınızı eləməz, boşa çıxarmaz. Orada da iman nə deməkdir? Namaz. Çünki orada o zaman ki onlar üzü Beytül Məqdisə ki namaz qılırdılar və sonra vəhy gəldi ki, yəni artıq üzünüzü Kəbəyə çöndərin. Bu o kəslər artıq kim ki üzü Məqdisə, yəni Aqsa məscidinə, yəni ki indiki Fələstindəki Aqsa məscidinə qılmışdı. Onlar artıq dedilər ki, bizim nə qədər namazımız boşa çıxdı, yəni sahil məzəni eləməyəcək və Allah Subhanahu ayə nazil edir ki, həqiqətən də Allah Subhanahu sizin imanınız, yəni sizin namazınızı eləməz, yəni boşa çıxarmaz. Və burada Allah Subhanahu taala namaz nədir? Əməldir. Əmələ nə ad verdi? İman. Və bunu göstərir ki, iman nədir? İman əməllə, yəni bərabər bir-birini tamamlayandılar. Həmçində baxsa gözü sələflərin şərhlərinə görək ki, onlar hamısı deyirlər ki, əgər Quranda və sünnədə əgər İslam iman gələrsə, İslam nədir? İslam 5 ərkandır. İman gələrsə, iman nədir? İman 6 ərkandır. Əgər yox, İslam tək gələrsə, İman onun daxilində deyil, daxilindədir. Yaxşı, əgər iman tək gələrsə, İslam onun daxilində deyil, daxilindədir. Yəni bu onu göstərir ki, 5 ərkan və 6 iman bir-birinə nədirlər, bir-birinə tamamlayırlar. Yəni bu ayələrin yəni ümumilikdə yəni rəddidir ki,
Yəni bunların gətirdiyi dəlilləri ümumiyyətlə odur ki, yəni iman, yəni əməllər imanlarla birdirlər. Həmçində onların bu hədislərində isə yəni onu demək olar ki, əvvəla məsəl üçün o hədisdə ki, gətirir məlumatla yüşrik billah şeyən daxilənlər, yəni kim ölsə və Allaha şərik qoşmasa cəhənnəmə gedər və Abdül Məsud deyir ki, və kim ölərsə və Allaha şərik qoşmasa nə olar? Yəni cənnətə gedər. Bu şək yoxdur ki, buna usul fiqhdə məfhumul müxalifə deyirlər ki, yəni o hədisin nitqindən, yəni hədisdə nitq olunandan, tələffüz olunanın əksini, yəni ki, onun əksini başa düşüb hansı ki, bu həqiqətdə də belədir. Yəni kim ölərsə və Allah şərik qoşmasa nə olar? Yəni cənnətə gedər. Niyə görə? O demək deyil ki, o insan zinakardır, araq içəndir, filandır, besməkəndir, o insan cənnətlidir. Bu o deməkdir ki, əhl-i sünnənin etiqadına görə böyük günah sahibi əgər tövbə etməyib ölərsə, qiyamət günü öz əzabını çəkəndən sonra son yeri haradır? Son yeri cəhənnəm. Bu deməkdir, aydındır. Həmçə hansı ki, biz görürük ki, sahabilərdən də birini Peyğəmbərin yanına gətirəndə və deyir ki, araq üstündə gətirirlər, Peyğəmbər onu bir dəfə qamçılatdırır və sonra ikinci dəfədə onu elə və üçüncü dəfədə və sonra sahabələrdən biri onu lənət eləyir. Peyğəmbər deyir ki, lə tələnhu, onu lənət eləmə. Həqiqətən də o Allahı və Rasulunu sevir və Allah Rasulunu eləyir, yəni onu sevir. Aydındır. Bu onu göstərir ki, baxmayaraq ki, o böyük günah sahibi olsa da, çünki araq içəndir, filan besməkən, ancaq yenə də onun qəlbində var, Allah və Rasulun yəni sevgisi var və bu da onun neyinir? Cənnətə girməyinə yəni, səbəb olur. Aydındır. Hansı ki, yəni o əhl-i sünnənin etiqadıdır ki, böyük günah sahibi əgər tövbə etməyib ölərsə, qiyamət günədir, təhtə məşiyyətillə, Allahın istəyi altındadır. İstəsə əzab verər, sizə neyniyər? Sizə cənnətə daxil elər. Əzab versə də Allah spontan nə qədər əzab verər? Onu elədiyi günahın yəni miqdarı qədər. Aydındır. Və başqa dəlilləri var ki, onların həmənki kimi əgər bəni Adəm övladı, yəni mənə qiyamət günü gəlsə və yer göy qədər xata eləyib və mənə şərik qoşulur. Bu da məna etibarlardır, eyni ilə bir hədis kimi. Yəni o insan əgər yer göy qədər günahlar işlədibsə, Allah Subhanahu şərik qoşmayıbsa, o insan Allah Subhanahu ixtiyarı altındadır. İstəsə bağışlayacaq, istəsə nə etməyəcək, bağışlamayacaq. Və başqa hədisləri var. Peyğəmbər deyir ki, Allahumma səbbit qalbi alə dinik. Yəni qalb də nədir? Qalb sözdə mutaqallib sözündən götürülür. Yəni nə deməkdir? Yəni çönən. Həmçində ərəb dilində vərəkləri də qərəvələmə nə deyirlər? Qalb deyirlər. Qalb də ona görə qalb adlanır ki, çünki qəlb daimən çönür. Çünki Peyğəmbər dua edir ki, Allah mənim qəlbimi ilə sabit elə. Və Peyğəmbər deyir ki, qəlblər Allah sonra nəyidir? İki barmaq arasındadır. İstəsə yuqallibuha keyfə yaşayır. Necə istəyirsə elənçi də çöndərir. Və bu onu göstərir ki, qəlb sözü çönmək, fırlanan sözündən götürülüb və Peyğəmbər onun sabitini eləyib, Allahdan istəyib. Və başqa hədisdə deyirlər ki, Peyğəmbər buyurub ki, ət-təqvə hahunə. Yəni Peyğəmbər s.ə.v deyir ki, təqva hardadır? Qəlbdədir. Çünki murciələr bunu dəlil gətirdiyi ki, iman qəlbdə yetər. Ancaq dəlil də bunu gətirir. Ət-təqva hauna. Ancaq Peyğəmbər nə deyir? Peyğəmbər deyir ki, həqiqətən də qəlbdə mudğa var, bir ət parçası var. Əgər o islah olsa nə olacaq? Bütün cəsəd islah olunacaq. Və onun yeri də haradır? Yəni sinədir, sinədədir, aydındır. O deməkdir ki, iman hamısı buradadır. Aydındır. İman burada təsdiq olunur və əməllərdə nə olur? Əməllərdə görsənir. Əgər buradakı salamat olsa, o vuracaq bütün bədən üzrələ. Bədən üzrələ salamat olacaq. Əgər yox, buradakı xarab olsa, o xarablıq hara vuracaq? Yəni başqa bədən üzvlərinə də. Başqa hədislərin dəlili var. Peyğəmbər cariyəyə deyir ki, Allah haqa deyir ki, səmada. Onun ağasına deyir ki, onu azad elə o nə deyir? O deyir, mömindir. Bunlar neynirlər? Kifayətlənirlər. Və deyirlər ki, həmən qız, cariyə qız, orada bircə iman gətirdi ki, Allah s.ə.v haradadır? Səmadadır. Ancaq Müslimdə rivayət var ki, bunun dalında Peyğəmbər ona dayanmır. Peyğəmbər ondan soruşur ki, sən şəhadət eləyirsən ki, mən Allah təkdir, deyirlər, elə deyir, bəli. Deyir, şəhadət verirsən ki, mən Allahın qulu verirsən, deyir, bəli. Deyir, şəhadət verirsən ki, öləndən sonra diriləcəksən, deyir, bəli. Onda deyir, neynə? Onu azad elə. Onu azad edir, o mümindir. Yəni, göstərir ki, Peyğəmbər yəni bu Allahın səmada olmasına kifayətlənmir və neynir? Başqa şeylərdə soruşur. Başqa hədisləri var onların. O hansı ki, şəfaət hədisidir ki, Peyğəmbər deyir ki, o Allah Subhanahu taala yəni o insanlara, yəni qiyamət günü şəfaətçi olacaqlar ki, yəni Peyğəmbər başqaları şəfaətçi olacaqlar ki, onlar deyib heç deyir, zərrə qədər də xeyir eləməyib. Düz müəllif burada onlara belə rədd qaytarır ki, onların o dəlili ki var ki, ləm yə'məl xeyran qat, yəni heç bir xeyr eləməyiblər. Əvvəla buna bir neçə cür rədd qaytarmaq olar. Birinci odur ki, insan məsəl üçün özün tam ki, əlinin altında işçilər var, düz deyil. Məsələn, tapşırıb ki,
məsələn, daş hörəndir. Daş hörəndir və fikirləşir ki, bu gündə 30 kvadrat tək daş qoya bilər. Və gedir, gəlir, gün ərzində 5 kvadrat qoyub. Ona nə deyir ona? Deyir, heç iş görməmsən ki sən. Amma neyini bu insan orada? 5 kvadrat qoyub. 5 kvadrat işdir. Ancaq onun nəzərində olduğu 30 kvadrat gör nədir? Çox azdır. Bu cür rədd qaytarmaq olar ki, bunun mənası bu cür olacaq, amma bu biraz düzgün rədd deyil. Niyə görə? Çünki hədis açıq-aşkardır. Ləm yəməl xeyran qat. Və ona görə də Quran və sünnədə nususlar, ayə hədisləri zahirən eləmək lazımdır, zahirən tətbiq eləmək lazımdır. Zahirdə nə deyir? Heç xeyr eləməyiblər, düzdür? Yaxşı, başqa cür rədd qaytarmaq olar ki, bəli, elə insanlar var ki, İslam'a girdilər, heç bir iş eləmədən nə oldular? Şəhid oldular. Hansı ki, onlardan biri hansıdır? Heç bir şey eləmədi. Qulub almadı, bir şey eləmədi. Döyüşdə, cihadda, la ilaha dedi, girdi təzə, nə oldu? Şəhid oldu. Bu bir. İkincisi, əhli kitabdan 99 nəfər öldürən. Tövbə elədi, nəsə xeyir iş elədi, eləmədi. Başqa hədis əhli kitabdan özünü yandırdı, vəsiyyət elədi ki, məni yandırın, külünü soğurun. Düzdür? Bu insanın külünü soğurlar. Qiyamət günü hara getdi o insan? Cənnətə. Xeyir iş elədi, eləmədi. Aydındır, heç bir şey eləmədi. Nabrot, əksinə olaraq Allahın qüdrətinə küfür elədi ki, Allah s.ə. onu aciz olacaq, onu yığmayacaq, onun külünü yığdəm eləyə bilməyəcək. Və belə bir halda isə o insanların yeri hara oldu? Yəni cənnətə. Bu cür rədd qaytarlar. Və ancaq o dəlillər ki var ki, insan iman gətirsin, heç bir şey eləməsin, bəli, o cihadda İslam'a gələnin təqdirində nədir? Yəni o insan, həmən o döyüş vaxtı, o la ilahların deməklə, o zaman onun boyuna düşən əməl nə idi? Döyüşmək. Cihad, o da onu elədi. Təqdirdə odur ki, əgər o insan o döyüşdən sonra sağ qalsaydı, neynəcəkdi? Cünubunu aladaqdı, namaz qazı, oruçları həcc edir. Aydındır. Və ona görə də burada murciələrə nədir? Açıq-aşkar özlərinə qarşı dəlildir ki, əslində isə zalim insan əməl elədi, cihad elədi. Aydındır. Həmçin tövbə eləyən. Tövbə eləməylə neynədir? Tövbə də xeyir işdir. O da onu elədi, uzaqlaşdı. Aydındır. Və burada isə, yəni bu dəlillər isə belə baxanda düzdür, dəlillər səhih olsalar da, yəni burada isə əslində isə bunlar nədir? Murciələrin əleyhinədir. Çünki onlarda, yəni necə deyirlər, əsas əqidə isə onlar ibarətdir ki, yəni iman gətirməklə insanın qəlbində heç bir əməl olmasa da belə o insan nə olur? Yəni cənnət yolu, bu da həqiqətən də çox batildir. Və bu da bunların yəni dəlillərinə qısa olaraq rəddir. Ancaq onların barəsində isə sələflər nələr deyiblər? Onların barəsində sələflər nəyə deyiblər? Çünki düz müəllif bu kitabda murciələrin əqidəsini gətirəndən sonra artıq orada əhl-i-sünnənin əqidəsini bəyan edib. Yəni buna isə lüzum yoxdur zikr eləmək, çünki yəni biz hər dəfə zikr eləyirik ki, yəni əhl-i-sünnənin etiqadı nədir? Əhl-i-sünnənin etiqadı odur ki, iman qalxır, düşür. Qalxır nə ilə? Əməllərini düşür nə ilə? Yəni Allah asinə. Bu əhl-i-sünnənin etiqadıdır və kəbərlər, yəni böyük günahlar edənlər barəsi əhl-i-sünnənin etiqadı nədir? O insanlar qiyamət əgər tövbə etməyiblərsə, qiyamət günü nədirlər? Allah Subhanahu ixtiyarı altındadır. Biz deyirik ki, bəli, onlar hum yəstəhəqqunəl iqab. Onlar əzab görməyə haqlıdırlar. Çünki onlar böyük günah eləyənlərdirlər. Ancaq demirik ki, bu milyon faiz cəhənnəmə girəcək. Biz deyirik ki, onlar qiyamət üçün Allah Subhanahu istəyi altındadır. İstəsə Allah Subhanahu onları əzab verəcək, sizin necək? Bağışlayacaq. Və biz etiqad edirik ki, onların son yeri haradır? Son yeri cənnətidir. Yəni, əbədi cəhənnəm kimlər üçündür? Müşriklər, bir də, yəni kafirlər üçün. Yaxşı. Yəni, Əli radiyallahu anh soruşanda, yəni xavariclər barəsində, dedi, hum minəl kufri farr, onlar yəni küfürdən qaçdılar. Yəni, həmçində düzdür, o dəlillər də onu göstərir və müasir alimlərdən də, necə deyirlər, xavariclərin təkfiri barəsində fitvasını da verib, çünki hədis aydındır, onlar cəhənnəmin yəni itləridirlər. Ancaq yenə də yəni mötəbər əhl-i-sünnə alimləri, həmçində belə desək, cümhur əhl-i-sünnənin də rəyi odur ki, onlar əbədi cəhənnəmliklər deyirlər. İbn Teymiyyə yoxdur, İbn Bazın fitvası var o barədə, Fətavada fitvası var. İbn Teymiyyən yalan deyərək. Yaxşı, bu əhl-i-sünnənin etiqadı barəsində dedik ki,
yəni əhlüsünnənin də etiqadı ümumi icmalan budur ki, iman qalxır və düşür, qalxır əməllərlə, düşür günahlarla, həmçində əməllər ləzimdir, mülazimdir imana, çünki iman tək demək yetmir, çünki İmam Buxari rəhməhullah deyir ki, mən deyir 1000 nəfər insanla, yəni kişi ilə qarşılaşdım, hansı ki onlar nə deyirlər? Əl-iman qovlun və əməl. Yanqusu, yezidu bittə və yanqusuna bil-ma'siyə. İmam Buxari deyir ki, mən 1000 nəfər, çünki İmam Buxarinin təxminən 500-dən yuxarı şeyxləri olub, yəni şeyxlər də onlar ona deyirlər ki, yəni ondan hədis götürdüyü insanlar. Və deyir, mən deyir, 1000 nəfərdən yuxarı insanlarla qarşılaşdım, hansılar ki, hamısı deyirlər ki, iman nədir? İman söz və əməldir. Yəni, əməlin içinə daxil olur burada. Qəlbin də əməli, cəvarihində, bədən üzvlərinin də əməli. Və deyir ki, hamısı deyirdi ki, o 1000 nəfərin hamısı deyirdi ki, iman nədir? Qalxır və düşür, qalxır itaətlə düşür, yəni asiliklə. Yəni, bu əhlüsünnənin ümumi, yəni etiqadıdır ki, əməllər yəni olmalıdır. Həmçində onların, necə deyərlər, Murciətil fuqalahın da dəlilləri var, yəni zehindən getdi, onu qeyd eləyək ki, onların dəlillərindən biri nədir? Onların dəlillərindən biri odur ki, deyir, hərdən deyir, iman, əməl qalxır, amma iman nə olur? İman qalxmır. Və misal buna nəyə çəkirlər? Qadınların deyir, aylıq xəstəliyə tutulması və hətta ki, hamilə qadının hansı əməlləri tərk edilməsi. Yəni, bu nə deməkdir? Onlar dəlil gətirir ki, o vaxt ondan əməl qalxır. İman qalxır, qalxmır? Qalxmır. Yəni, heç kim gəlməz ki, o insan, qadında o vaxt imanı yoxa çıxdı. Aydındır. Bu vaxt onlar bundan dəlil gətirir, deməli, iman, əməl qalxır hərdən, amma iman qalxmır. Yəni, iman əməldən ayrıdır. Yəni, əməl imanın vacibətlərindən, tanrıcılarından deyil. Aydın, o ayrıdır, bu ayrıdır. Ancaq buna əsas dəlil nədir buna? O vaxt ondan o əməlin qalması nədir? Üzürdür, maniyədir. O maniyədə itəndən sonra nə olur? Həmən əməl də nə olur? Həmən əməl də yəni bərpa olunur. Yaxşı. Murciələrin məzhəblərinə gəldiksə, yəni onların məzhəblərin əhl-i-sünnə arasında yəni mövqeyi. Əvvəla, yəni biz əvvəlki dərsdə murciələr barəsində danışanda dedik ki, ümumiyyətlə murciələr öz, nəinki murciələr, hər bir firqə gələndə görürsən ki, öz məzhəblərini doğulmaqdan ötəri də qondarma hədislərdən istifadə edirlər. Həmçində, yəni, əvvəllər də, yəni biz Riyad-ı Salihin də şərhədə keçində deyirdik ki, məsəl üçün, hədisi qondarmalar var ki, məzhəblərini doğulmaqdan ötəri, məzhəblərinə yardım eləməkdən ötəri, ondan sonra öz mənhəzlərini, əqidələrini doğulmaqdan ötəri, ondan sonra hakimə yaxınlaşmaqdan ötəri, bu cür yollar onlar hədis qondarlar özlərindən. Həmçində bu cür hədisləri də əhl-i-sünnənin özlərindən də qondarıblar əhl-i-sünnəyə kömək eləməkdən ötəri. Hansı ki, onlardan hədislərindən biri budur ki, güya, Peyğəmbər deyib ki, sinfəni min ümməti leysə ləhumə fil-İsləmi nasib, əl-murciyyətü vəl-qədəriyyə. Güya, Peyğəmbər deyib ki, iki sinif var ki, onda mənim ümmətimdən onlara heç bir, İslamda heç bir pay yoxdur. Murciyyələr bir də qədəriyələrdir. Yəni, bu hədisin içində, yəni hədisi rəvayət edilənlərin içində, yəni mətruk olan, tərk olunan, ravi olan hədis nədir? Hədis də, yəni zəif, qondarma hədislər sırasındadır. Başqa bir hədis də var ki, Peyğəmbər deyir ki, sinfəni min hədil ümmə lə tənaluhuma şəfaəti əl-murciyyətu vəl-qədəri. Peyğəmbər deyir ki, mənim ümmətimdən iki sinif insanlar var ki, onlara qiyamət ki, mənim şəfaətim çatmayacaq. Murciyyələr bir də qədərilər bu hədisin içində, yəni qondaran, hədis qondaran var. Buna görə hədislər, yəni qondaran hədislər yəni sırasındadır. Və başqa hədisdə Peyğəmbər deyir ki, ələ və innallaha la'nal qədəriyyə vəl-murciyyətə alə lisanə səbi'inə nəbiyyən. Peyğəmbər deyir ki, yəni düzdür, burada biz Peyğəmbər deyirik ona görə ki, bunları Peyğəmbər adından nisbət edirlər. Amma əslində isə hədis, mövdu hədislər nədir? Peyğəmbərin dilindən deyil, aydındır. Sadəcə bunları, o hədis bölməsini ona görə aid ediblər ki, onlar qondardığı bu hədisləri Peyğəmbərə nisbət elədiyindən ötəri. Və bu hədisdə onlar deyirlər ki, güya Peyğəmbər deyib ki, Allah Subhanahu taala murciələrin qədəriyələri 70 min Peyğəmbərin dininə nə edib? Lənətliyib. Yəni bu hədisdə, yəni qondarma hədislər sırasındadır. Və başqa hədisdə isə Peyğəmbər buyurub ki, sinfəni min ümməti lə yəriddənə aləl-hudi və lə yədxulənəl-cənnə əl-qədəriyyətü vəl-murciyə. Yəni düzdür, bu hədis, necə deyərlər, İmam Heytəmi, yəni rivayət edib, özü məcməl rivayət edir ki, bunu Tabarani çıxardıb və deyir ki, bunun ricəlləri, yəni bu hədisi rivayət edən hamısı
Buxari, Müslümin ravilərindəndir, səhih hədis rivayət edənlərdir və bizə Harun ibn Musa var ki, onun hökmü nədir, o da thiqadır. Yəni bu 4 dənə rivayətdən, yəni axırıncı rivayət, yəni necə deyirlər, biraz isnadı güclü isnadda olan hədisdir ki, hansı Peyğəmbər deyir ki, 2 sinif var ki, mənim ümmətimdən, yəni mənim hovuzuma gəlməyəcəklər və onlar cənnətə girməyəcək. Qədəriyyə bir də nədir? Yəni murciələrdir. Və başqa hədisdə Peyğəmbər buyurur ki, likulli ummetin məcus və likulli ummetin nasara və likulli ummetin yahud. Və innə məcus ummət əl-qədəriyyə və nasarum əl-huşuviyyə və yahudum əl-murciə. Yəni Peyğəmbər deyir ki, yəni hər bir ümmətin məcusi, nasranisi və yahudisi var və mənim bir ümmətin məcusisi deyir qədəriyələrdir və onların nasariyələri hoşiyələrdir və ümmətimin yahudiləri kimlərdir? Yəni murciələrdir. Bu hədisdə də yəni zəif ravi var, ona görə hədis də yəni səhih hədis deyil. Və başqa rivayət var ki, yəni Ənəs ibn Məlikdən, yəni Peyğəmbər buyurub ki, "Əl-qədəriyyə vəl-murciətü məcusu hədil ümmə fə innə men maradu fələ ta'uduhum və in matu fələ təşhəduhum." Və burada isə bu rivayət də, yəni isnad etibarilə, yəni 4-cü hədisin rivayətindədir ki, yəni bu Peyğəmbər buyurub ki, qədəriyyələr bir də murciələr mənim ümmətimin məcusiləridir. Əgər onlar xəstələnsələr ziyarət eləməyin, əgər onlar ölsələr, onların qəbirlərini, yəni onların cənazələrinə şəhadət eləməyin, yəni cənazələrini müşahidə eləməyin, cənazə qılmayın, cənazələrini basılmayın. Və bu hədis də, yəni hədisin isnadında olan, yəni ravilər hamısı səhih hədis rivayət edənlərdir. Bircə Harun Musa o da yəni hökm, yəni güclü hifzdir, yəni ravi. Yəni bircə bu 6 rivayətdən ikisi, yəni ki daha yəni düzgün hədislərdir. Yəni hər bir halda yəni hədis Peyğəmbər sallallahu qalxır və onu göstərir ki, həqiqətən də murciələr, bir də qədəriyyələr, yəni azmış firqələrdəndir və hansı ki onların necə deyirlər, sələflərin sözlərini görəcəyik ki, onlar deyirlər ki, yəni İbn Teymiyyanın məşhur sözü var, deyir ki, yəni murciələr bu ümmətdə olan zərəri, yəni xavariclərin əzariqə qollarından daha da şiddətlidir. Yəni xavariclərdən daha şiddətli qol hansıdır? Yəni zərər verər, yəni bu murciələrin yəni firqəsidir. Həmçində Əhməd ibn Həmbəldən də soruşanda dedilər ki, mən el-murci qalə el-murci əllədi yəqul əl-iman əl-qovl. Yəni Əhməd ibn Həmbəldən soruşanda ki, murci kimdir? Dedi ki, o murci o kəs o deyir ki, imandır, yalnız sözdür. Və dedilər ki, murci kimdir? Yəni bir var murci o ismül faildir, murci isə artıq o firqədə olanlardır. Bəs onlar kimlərdir? Deyir, qal mən zəmə ənəl-iman qovl. Yəni eyni şeydir. Yəni kim ki iqrar etsə ki, iman təkcə sözdür, nitqdir, yəni nitqlə yəni tələffüz eləməkdir, o insan deyir artıq, yəni murciədir. Və başqa sələflərin də sözləri var. Səid ibn Cübeyrdən murciələr haqqında soruşan dedi ki, innahum yahudu əhlül qiblə. Yəni Səid ibn Cübeyr dedi ki, yəni murciələr bu əhli qiblənin İslam ümməti nə idi? Yəni yahudiləridir. Hə, Səid ibn Cübeyr tabiindir. Və Fudeyl ibn İyad da, yəni ondan da soruşanda deyir ki, yəqulu əhlül ircə əl-iman qolun bilə əməl və yəqulul cəhmi əl-iman əl-mə'rifətin bilə qol və lə əməl. Yəni murciələr haqqında soruşan dedi ki, murciələr onlar ki, onlar deyirlər ki, iman sözdür, əməlsiz və cəhmiyələr deyirlər ki, imanca tanımaqdır, hansı ki, yəni cəhmiyələrin ircəsi, necə deyirlər, Cəhm-i Safvanın ircəsi murciələrdən daha şiddətlidir. Çünki murciələr deyirlər ki, iman nədir? Nitqdir. Ancaq Cəhm-i Safvan isə deyir ki, təsvir edir, tanımaqdır. Əməl də söz deməsən də belə. Yəni onun şiddətli tanımaq. Bildinsə, bəs iman odur. Yəni murciələr desəm nitq var, bunlarda heç yəni nitq də yoxdur. Kafirlər əsən bir misal var, indi o elə fasıl bir şey. Necə? Yəni əhl-i kitab bilir ki, yəni belə misal, yəni onlarda o haqqül mərifət, onlar haqqı bilirlər. Çünki Allah Subhanahu Quran-Kərimdə onlarla deyirlər ki, ya'rifuna kema ya'rifuna abna'ahum. Yəni Allah Subhanahu deyir ki, onlar Məhəmmədi, yəni fəni tanıyır, necə tanıyırlar? Ataların tanıdıqları kimi, uşaqların tanıdıqları kimi. İnsan öz oğlunu necə tanıyır? Bilir ki, xalq arasında var, orada var, burada var, nədir, nə deyil, xüsusiyyətlər, onlar Peyğəmbəri o cür tanıyırlar. Ona görə onların ki, haqqı tanımaqdır. Ancaq bunların isə, Safvan ibn Cəhmin isə, Cəhm ibn Safvanın isə, deyilə ircəsi isə, o sadəcə tanımaqdır. Yəni, nitq eləməsən də olar.
Yəni bir var nitq eləyirsən ki, əməntu billah, düzdür? Bir də var nitq eləmirsən. Bilirsən ki, Allah Rəbb sadiq etdi. Yaxşı. Zuhridən rəhməhullahdan, o da yəni tabinlərdəndir. Ondan sonra deyir ki, mə ibtədə'də fil İslam bidətən fiyyə addarru alə əhlihi minəl ircə. Zuhri rəhməllah deyir ki, yəni İslama zərər verəcək qədər, İslamda olan müsəlmana zərər verəcək qədər bidət eləyən olmamışı, nəinki murciələrin, yəni bidəti kimi. Və beləncə də, yəni necə deyərlər, onların kəlamları, sələflərin kəlamları çoxdur, həmçində İbn Teymiyənin bu barədə kəlamları var və başqa Meymun bin Məhran, Əbu Eyyub Səxtəyani, Avza'in də var, yəni İbrahim Nəxai, yəni sələflərdən çoxsunun yəni bu barədə rəylər var, hansı ki, hamısı onu göstərir ki, həqiqətən də ümumiyyətlə, ümumilikdə bidət və xüsusilikdə isə ircə, yəni murciəli həqiqətən də yəni bu ümmətə onun zərəri nədir? Zərəri həddindən artıq çoxdur. Və ona görə də bu günlərdə də, yəni elə bizim Azərbaycanın özündə də bu məsələyə biraz ciddi yanaşmaq lazımdır. Çünki görürsən ki, yəni namaz tərk eləmək, namaz qılmaq barəsində olan yəni fitnədir ki, yəni insan çalışmalı deyil ki, bir tərəfə çoxasın, o bir tərk eləsin. Və görərsən ki, təkfir məsələsinə çox yönələrsən, olacaqsan nə? Təkfirçi. Yəni, bu biri tərəfə çox yönələcəksən, olacaqsan nə? Yəni, murciə. Ona görə çalışmaq lazımdır ki, hər nususlar, ayə və hədisləri sələflərin fəhmi ilə, sələflərin təfsiri ilə düzgün başa düşməyə çalışasan və daimən lazım eləyəsən, yəni orta mövqedə deyərsən, hətta yəni salamat olasan. Və inşallah bununla da yəni murciələrin, necə deyərlər, haqqında bölmə bitir və inşallah gələn dərsdə inşallah cəhmiyələr haqqında danışacağıq və düzün Allah bilir və sallallahu Muhammedin və aləli Muhammed.